Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Kâlellâhul hakim fi kitabihil kerim. İnnallâhe ya'murukum en tuaddul emanat ila ehliha. Sadakallahul aliyyul azim. Allahın salamı və salavatı olsun onun əziz peyğəmbərinə və o peyğəmbərin pak əhli beytinə və siz əziz və möhtərəm izləyicilərə. Yenidən sizləri bu kanal vasitəsilə xoş gördük və ümid eləyirik ki, bu kanal vasitəsilə siz əzizlərin ki, xidmətində oluruq. Burada deyilən sözlər hamımıza fayda verəcək. Bugünkü söhbətimiz, mövzumuz əmanət haqqındadır. Əmanət, insan necə onunla rəftar eləməlidir? Əmanət ümumiyyətlə nəyə deyərlər və bizə əmanət verildikdə biz onunla necə rəftar eləməliyik? Əlbəttə, bunların hər birisi üçün, bu rəy və fikirlər üçün bizim şəriətimizdə hökmümüz var, Quran ayəsi var, hədis var və əmanətə xəyanət eləməmək dinimizdə çox sifariş olunub. Yəni, həm hədislərdə, həm rivayətlərdə, həm ayə bizə tapşırıq verir ki, əmanətə xəyanət eləməyin. Bəzən insan əmanətə xəyanət elədikdə cəmiyyət arasında abrısı gedir, cəmiyyət arasında nüfuzdan düşür, Allah nəzərində nüfuzdan düşür. Çünki əmanət elə bir şeydir ki, Allah, Peyğəmbər, imam və eyni zamanda Allahın yaratdığı bəndələr ona xəyanət eləməyi icazə vermir. Ona görə də çox sifariş olunub ki, əmanəti olduğu kimi sahibinə qaytarın. Əks təqdirdə siz nüfuzdan düşəcəksiniz, siz cəmiyyətdə alçalarsınız və siz Allah nəzərində hörmətli yox, hörmətsiz bir bəndə olacaqsınız. Mən yenə də istəyirəm bu barədə Quran-ı Kərimdən bir ayə nəzərinizə çatdırım. Quran-ı Kərimin Nisa surəsinin 58-ci ayəsində Uca Rəbbimiz belə buyurur. İnnəllâhə ya'murukum. Həqiqətən Allah sizə əmr edir. Ən tuaddul əmanat. Siz əmanətləri qaytarın ilə əhliha. O əmanətlərin sahibinə. Əgər o əmanət sizin yanınızdadırsa, onu olduğu kimi sahibinə qaytarın. Ona xəyanət eləməyin. Çünki bəzən o əmanətə xəyanət eləyən birbaşa öz şəxsiyyətinə hörmətsizlik eləyir. Yəni, öz şəxsiyyətini aradan aparır. Əgər bir nəfərin sənə etimad və etiqadı varsa, sən ona xəyanət edirsənsə, onda o insanın nəzərində sən həqir olursan, alçalırsan və cəmiyyətdən
təcrid olunursan, hörmətsiz bir şəxs olursan. Deməli, nəticədə əmanətə xəyanət elədikdə insan bilavasitə özünə zərər vurur, öz şəxsiyyətini aradan aparır. Çünki sənə əmanət təqdim eləyən səni nüfuzlu, şəxsiyyət, etibarlı insan bilirdi. Sən ona xəyanət elədikdə o etibarı, o şəxsiyyəti sən tapdaladın, sən onu yerə vurdun. Allah da təkidlə bu ayədə buyurur ki, Allah sizə əmr eləyir, əmanəti olduğu kimi onun sahibinə qaytarın. Əmanət müxtəlif şeylər ola bilər. Yəni, həyatda yanında pul da qoya bilərlər, o əmanətdir. Yanında digər əşyalar da qoya bilərlər, yenə əmanətdir. Yanında bir hərəkət eləyə bilərlər, o da əmanətdir. Və sənə bir söz də deyə bilərlər, o da əmanətdir. Əgər bir pul və digər bir əşya yanında qoydular, sən onu, o əşyanı aradan apardın, onu zay elədin, xəyanət elədin. Əgər sənin yanında bir nəfər bir iş gördüsə, sən o işi faş elədinsə, yenə də əmanətə xəyanət elədin. Əgər bir nəfər sənə söz dedi və o sözü yanında əmanət qoydu, sən də o sözü faş elədin, yaydın, yenə də əmanətə xəyanət elədin. Necə ki, ən böyük əmanət Əhl-i Beyt əleyhimussalamıdır. Peyğəmbərimiz Əhl-i Beyt əleyhimussalamı əmanət qoydu, Qur'anı əmanət qoydu və lakin Peyğəmbərdən sonra bəzi insanlar xəyanət elədilər. Əhl-i Beytin haqq və hüquqlarını aradan apardılar və Qur'anın hökmlərinə zidd fətva verdilər. Nəticədə Peyğəmbərin hər iki əmanətinə xəyanət elədilər və həmən insanlar xain hesablanır və qiyamət gününə qədər də elə xain hesablanacaqlar. Və Peyğəmbərimiz buyurur, Əl-xainu xaifun, xainlər çox vaxtda qorxaq olacaqlar. Çünki xəyanət elə bir günahdır ki, insanın şəxsiyyətini, insanın əzəmətini, insanın nuraniyyətini aradan aparır və insana bir dənə qorxaqlıq sifəti gətirir və sabit edir. Ona görə də əmanətə xəyanət eləmək yol verilməzdir. Allah da bunu bizə əmr eləyir, siz əmanəti olduğu kimi sahibinə qaytarın. 5-ci imamımız İmam Baqir əleyhissalatu vəssalam belə buyurur, əgər atam, babam, əmirul mümininin qatili mənə etimad eləsə və yanımda bir əmanət qoysa, la'əddəytuha iləyhi, mən o əmanəti olduğu kimi o qatilə qaytaracağam. İmam Baqir əleyhissalam burada diqqətlə, şiddətlə, təkidlə insanlara öyrədir ki, əgər bir nəfər sizin atanızın qatili olsa belə, əgər bir zaman sizə etimad elədi, etiqad elədi, yanınızda bir əmanət qoydu,
o əmanətə xəyanət eləməyin. Onu olduğu kimi qaytarın sahibinə. Necə ki, imam buyurdu, mən o cür eləyərəm. Mən o cür eləyərəm, mənası bundan ibarətdir ki, yəni siz mənim imamətimi qəbul eləyirsinizsə, siz məni Allah tərəfindən seçilmiş bir rəhbər qəbul eləyirsinizsə, onda siz bu cür olun. Siz də sizə etimad və etiqad eləyənə xəyanət eləməyin. Amma təəssüflər olsun, bəzən şeytan insanı alladır, deyir ki, vəsvəsə eləyir. Bugün sənə fürsətdir filan kəsə zərər vurmaq. Çünki onun babası ya onun filan qohumu filan vaxtda bizə bu zərəri vurmuşdu, bu işi görmüşdü. İndi mən qisas alacağam, o mənə etimad eləyib, etiqad eləyib, əmanət olaraq bir söz deyib, onu faş eləyərəm, əmanət olaraq bir hərəkət eləyib, onu faş eləyərəm və yaxud yanımda bir qiymətli əşya qoyub, onu aradan aparacağam və belə düşünür ki, mən qisas aldım. Amma onu düşünmür ki, sən qisas yox, bəlkə sən öz nəslinin, köküvün, o babalarının, özünün şəxsiyyətin yerə vurdun. Çünki sən o etimadı doğrultmadın. Çünki sənə olan etimadı sən aradan apardın. Yenə də kitabda bir qıssə yazılıbdır. Yazırlar, Peyğəmbərimiz sallallahu aleyhi və aleyh Məkkədən köç elədi Mədinəyə və müharibələrin birində Peyğəmbər 1600 nəfər ordu ilə Mədinədən kənara getdi və bir neçə gün o ordu düşərgə saldı, orada qaldılar və nəql eləyirlər ki, ordunun azuqəsi bitdi, ordunun yeməyi tükəndi və həmən vaxtda gördülər ki, bir dənə çoban qoyun utarır və o çoban Peyğəmbəri gördükdə gəldi, Peyğəmbərlə görüşdü, müsəlman oldu, Peyğəmbərə iman gətirdi və dedi, ya Rəsulallah, bu qoyunlar hamısı sizin ixtiyarınızdadır. Sizin ordunuzun azuqası ki, tükənibdir, bu qoyunlardan istifadə eləyin, onları ruzi eləyin və onları qəbul eləyin. Peyğəmbər soruşdu, bu qoyunlar sənindirmi? O şəxs dedi, xeyr. Bu qoyunlar kafirlər, yəni öz qovmu mənə etimad eləyiblər. Onların qoyunlarını mən gətirirəm çöldə otarıram, mən onların çobanlarıyam və axşam evlərinə aparıb onlara təhvil verirəm. Peyğəmbərimiz buyurdu, İslamda xəyanət yoxdur. Onlar kafirlər də olsa belə, bu qoyunlar kafirlərin də olsa belə, sahibləri kafir də olsa belə, yenə də biz ona xəyanət eləyə bilmərik və siz ona xəyanət eləyə bilməzsiniz. Siz müsəlman oldunuz, siz ona xəyanət, onlara xəyanət eləyə bilməzsiniz. Ona görə də siz o qoyunları aparın, sahiblərinə təhvil verin və ondan sonra gəlin bizə qoşulun. Baxın, Peyğəmbər burada açıq və aydın şəkildə bildirmək istədi ki, əgər sizin yanınıza əmanət qoyan insan kafir də olsa, ona xəyanət eləməyin. Müsəlman da olsa, ona xəyanət eləməyin. Çünki əgər kafirə xəyanət eləmək icazəli idisə, onda Peyğəmbər deyərdi, bəli, bu qoyunlar kafirlərindir və onları gətirin və orduya verin və ordu bunu ruzi kimi, qida kimi istifadə eləsin. Bir halda ki, ehtiyac da var idi. Amma Peyğəmbər buna icazə vermədi. Buyurdu, siz o şəxslərin qoyunlarını aparın,
onların özlərinə qaytarın, özlərinə təhvil verin və ondan sonra siz gəlin bizə qoşulun. Baxın, İslamda əmanətə bu qədər dəyər verilir. İslam, bax, belə bir hökm edir bizim üçün. Heç vaxt əmanətə xəyanət eləməyin. Ona görə də İmam Baqir əleyhissalatu vesselam buyurur, atam Əmirul-Mömininin qatili olsa belə, mənə etimad eləsə, yanımda əmanət qoysa, la'adaytuha ileyhi, mən onu əda eləyərəm, özünə qaytararam və ona xəyanət eləmərəm. Allah'a and veririk əzəmətinə, Allah bizi xainlərdən qərar verməsin, əmanətə xəyanət eləyənlərdən qərar verməsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.